Hörmətli izləyicilərim, sizə bu günləri villa təqdim eləməyəcəm. Çünki bu villa sözü bu imarətin yanında sönük qalır. Görün sizə nə təqdim eləyəcəm. Bura bir saraydır. Sizə Mərdəkanda saray təqdim eləyəcəm. 2025-in villasını təqdim edirəm sizə. Salafanları sökülməyib, dəyərli izləyicilər. Bunu Rolls-Royce maşını kimi düşünün və salafanı ilk dəfə siz cıracaqsınız. 50 sotun içində 1000 kvadrat villa və bundan əlavə 350 kvadratlıq bunun əlavə tikililəri ki, o tikililəri görəndə deyəsiniz ki, halal olsun, kişinin oğlu iş görüb də bu villada. 4 maşınlıq qarajı. Villanın ümumiyyətlə təkcə ağlayına 865 bin manat pul xərclənib, dəyərli izləyicilər. Ümumi ağlay sisteminə. Bura gözətçi evidir. Bu hissədə bizi 2 dənə bağ zonası keçmək üçün şir qarşılayır. Bu şirlər elə-belə səxlərdə qəlbdən hazırlanan deyil. Bunun Azərbaycanda bir dənə yeganə ustası var. Həmən usta öz əli ilə düzəldi. Ümumiyyətlə bu səviyyədə evlərə həmən ustanı tapırlar ki, mənim üçün düzəlt. Ustanı reklamını elədim bu arada, salamlayıram onu da. Mən sizi həmən bu şirlə sinxronizasyon olunmuş şəlalə hissəsini təqdim eləmək istəyirəm ki, bu şəlalə, bu da elə-belə şəlalə deyil, dəyərli izləyicilər. Burada bir dərin məna var. Qədim Yunan, Roma təsəvvür eləyir. Orada olan çılğın qayalıqdan olan bir şəlalədir. Öz təbiiliyi ilə göz oxşuyur. Orada görürsünüz dağ keçisi. Gördü məni, dondu qaldı. Yuxarıda da qartal uçuşa hazırlaşır. O bahalı tablolar var, dəyəri 1 milyon dollara. Baxırsan ki, 40-ın 30'a bir tablodur. Buna 1 milyon niyə verirlər? Amma orada bir mənalar var, düzdürmü? Biz bilmərik. Oliqarx izləyicilərim bilər. Həmən o oliqarx izləyicilərim bu şəlaləyə baxsınlar. Çünki satan da oliqarxdır. Onlar bir-birini yaxşı başa düşürlər də, nə demək istədiklərini. Bu da mənzərə. Bu isə söhbətgahdır villanın, əzizləyicilərim. Yekə bir ağlayla üzlənmiş söhbətgahdır və burada mən sizə 50'yə yaxın qiyməti 25 bin manat üstü olan palma ağaclarını göstərmək istəyirəm. Bu gördüyünüz villada palma ağacı Dubayda yoxdur. Hamısı bu sort palmadır, kadrdan da görürsünüz. Sizə villanın sağ tərəfindən bir dənə vidini göstərdim. Bir dənə vida var, dəyərli izləyicilər. Möhtəşəm bir bağ evidir. Hörmətli izləyicilər, bura Mərdəkan qəsəbəsinin Targovusıdır. Ən səviyyəli ərazisidir, ən bahalı ərazisidir. Buzovna Mərdəkan təzə yol üzərində məşhur Qoşaqalı restoranından üz-üzə ana yoldan, birinci küçə, əsas yoldan 50 sotun içində elə mən sizə bu villanı təqdim edirəm. Torpağın burada sotu, mən deyim 50, siz deyin 60 min də, yəni o dərəcə dəyərlidir. Keçək növbəti hissələrə baxaq. Bura villanın arxa tərəfində olan Bakılılar çərhovuz deyir, Qarabağlılar hovuz deyir, hələ bir söz deyir, bilmirəm. Amma mən fontan deyirəm. Bura şəlalə fontan zonasıdır. Möhtəşəm bir dənə suyun axmağına baxın, o ağlaydan fontanın yığılmasına baxın, dəyərli izləyicilər. Onun yanında qonaq evi əlavə olaraq dincəlmək üçün bir tikilidir. Mən sizə içərisini göstərdim. Super təmir və dizaynı var. Bura qonaq evidir. Hörmətli izləyicilərim, siz burada olan təmirin səviyyəsinə, əşyaların estetikasına və markasına bir dənə göz gəzdirin. Adam ağzı açıq qalır. Dəhşətli bir villadır. Yer, palıd parket, yol üçün sumkalardan, tavan hündürlüyü 5 metr, orijinal şomine, qış ayları üçün otursan burada, atırsan yastığı arxava, əlində telefon, TikTok'dakı like edirsən. Tema var burada, dəyərli izləyicilər. Sizə möhtəşəm bir şey təqdim edirəm. Mətbəx avadanlıqları və gizli mətbəx otaqları var. Villanı tamamlamağa, hörmətli izləyicilər, 700 bin manat pul gərəkdir. Azacıq tamamlama işləri qalıb. Burada jakkuzili hovuz hissəsidir. Görürsünüz, hər işi görülübdür. Mozaikalar qalıbdır və motorxanasını filan quraşdırmaq qalıbdır. Bu gördüyünüz hissədən nələr yoxdur? Üstü terasdır, içində saunası, fitnesi, hovuz hissəsi var. Qış üçün hovuz nəzərdə tutulubdur.
Daha istirahət güşəsinin yanında xanımlar üçün, görünməmək üçün, qadınlar üçün bağlı bir hissə də ora nəzərə tutub sahibi zakon iş görüb. Kadrdan da yəqin ki, mən təqdim etdikcə siz artıq görürsünüz. Gördüyünüz hissə tam axır hissələrdir və burada əlavə olaraq evdə artıq şeyləri qoymaq üçün ehtiyat otaqlar var. Burada gördüyünüz bu it 2 mənim boydadır. Rəngim də ağarıb. Buna bax, kadrdan da görürsünüz. Operatorun da rəngi qaçıb, mən də rəngim qaçıb. Panikada adamam ya, bu it yaman şeydir. Buna bax, məndən yekədir. Keçdik. Bura hissə evin arxasında olan manqalxana, qış mətbəxi, ünvanlik, təndir, hər bir hamısı da ağlay və ən bahalı mərmərlərdən istifadə olunub əzizləyicilər. Keyfiyyət nişanəsində bu villa, bu imarət. Bura isə bir parkın içi deyil. Sadəcə olaraq bu imarətin park hissəsidir. Möhtəşəm bir kölgəli, sərinliyə məxsusdur. Bura isə villanın içidir. Gördüyünüz kimi əzizləyicilərim, villanın üzdüyü vurulub, içinin kosmetik işləri qalıb, pol, paraket, qapı, emulsiya, bu işlər qalıb, qaba işlər qutarıb, elektrik xəttləri çəkilibdir. Sonda sizə söyləmək istəyirəm ki, hörmətli izləyicilərim, bu mülkə sahib olmaq istəyirsinizsə, mənimlə əlaqə saxlayın. Qiymətlə bağlı xahiş edirəm, zəng eləyir. Çünki qiymət deməyə icazə verilmədi. Real alıcıların zəyləri gözləyirəm. Sağ olun, var olun. Çox sağ olun ki, izlədiniz. Təşəkkür edirəm.